Salam əziz müəllimlər və abituriyentlər. Bugün biz sizə feilin zamanları, təsriflənən feillər, yəni feilin şəkilləri, edilmiş isə hissəcikləri haqqında danışacağıq. Yazaq feilin zamanları. Feilin özəl xüsusiyyətlərindən biri də onun zamana görə dəyişə bilməsidir. Yəni, hərəkət ya keçmişdə icra olunub, ya indi icra olunur, ya da gələcəkdə icra olunacaq. Bu baxımdan feillər zaman baxımından, yəni 3 qrupa bölünür. Keçmiş zaman, indiki zaman və gələcək zaman. Keçmiş zaman hərəkətin keçmişdə icra olunduğunu bildirir. Bunun şəkilçisi deməli dı-di, du-du, şihudi keçmiş zaman, mış-miş, muş-muş nəqli keçmiş zaman və yenə ıb, ib, ub, üb nəqli keçmiş zaman olaraq göstərilir. Deməli, danışaq şuhudi keçmiş zamandan. Şuhudi keçmiş zaman adından göründüyü kimi hadisəni şahidlik yolu ilə bildirilir. Yəni, gözümüzlə gördüyümüz hadisəni biz danışmış oluruq, qeyd etmiş oluruq. Şəkilçisi dı-di, du-du şəkilçisidir. Özündən sonra isə şəxs şəkilçilərini istəyir. Məsələn, mən gördüm, biz gördük, sən gördün, siz gördünüz, o gördü, onlar gördülər. Burada bir-bir yazmayacağım, yəni çoxumuzun bildiyimiz məsələlərdir. Ona görə özümüz də hansısa bir söz üzərində yoxlaya bilərik. Üçüncü şəxsin təkində o gördü. Baxın, şəxs xəbəri şəkilçisinə ehtiyac yoxdur. O gördüdür demirik. Sonra, nəqli keçmiş zamanda isə mış-miş, muş-muş hadisəni nəql etmə yolu ilə bildirir. Yəni, gördüyümüz yox, eşitdiyimiz hadisəni biz danışırıq. Şəkilçisi mış-miş, muş-muş və yaxud da ıb, ib, ub, üb. Deməli, mən görmüşəm, biz görmüşük, sən görmüşsən də olar, görmüsən də olar, siz görmüşsünüz, görmüsünüz, o görmüşdür, onlar görmüşdürlər. Baxın, burada üçüncü şəxsin təkində mış-miş, muş-muş şəkilçisindən sonra dır-dir şəxs xəbərli şəkilçisinə ehtiyac var. Məsələn, o yazmış, belə qutara bilmərik. O yazmışdır olmalıdır. Bəzən ola bilər, bu da nə zaman? Həmcins üzvlərdə şəkilçi ixtisarında. O yazmış, sonra getmişdir. Baxın, o yazmışdır, sonra getmişdir olmalıdır əslində. Yəni, şəkilçi ixtisardır. Normalda mış-mişdən sonra gələn dır-dir, dur-dur şəxs xəbərli şəkilçisi olmalıdır. Ib-ib-ub-üb nəqli keçmiş zamanda isə birinci şəxsin tək və cəminə görə dəyişə bilmir. Mən gəlibəm, biz gəlibik. Baxın, belə bir cümlə yoxdur. Sən gəlibsən, siz gəlibsiniz. O gəlib, onlar gəliblər. Baxın, o gəlib, o gəlibdir. Üçüncü şəxsin təkində ıb-ib-ub-übdən sonra şəxs xəbərli şəkilçisi gələ də bilər, gəlməyə də bilər. Sonra, indiki zamanda hadisənin indi baş verdiyini, hərəkətin indi icra olunduğunu bildirir. İndiki vaxtdan söhbət gedir. Şəkilçisi feillərin sonuna ır-ir urur. Sonu saitlə bitən feillərə yığdırıcı samitindən istifadə edirik. Yır, yer, yur, yur şəkilçisi artırmaqla düzəlir. Bunu da şifahi şəkildə deyəcəm. Mən gedirəm, biz gedirik. Sən gedirsən, siz gedirsiniz. O gedir, onlar gedirlər. Baxın, üçüncü şəxsin təkində o gedir. Dır-dir, dur-dur. O gedirdir. Ehtiyac yoxdur. O gedirdi olar. Hə, bu di idi hissəcidir.
Bundan biraz sonra danışacağım. Yəni o dır, şəxs xəbərli şəkilçisi deyil. Sonu AE açıq saytlərlə bitən feillərə indiki zaman şəkilçisi qoşularsa, yəni yır, bu zaman sözdəki AM deməli I, I, U, Ü saytlərinə keçəcək, yəni qapalı saytlərə keçmiş olacaq. Yazaq burada nümunələr. Başlayır, başlayır, işləyir, işləyir, gözləyir, gözləyir, səsləyir, səs deyir, oynayır, oynayır və s. Gəlin dəyişmələrdə fikir verək. Şuradan sonra gələn L-nı tələffüzdə D kimi oxumuşuq, A-nı kimi iki fərq var. İşləyir, L-nı oxumuşuq D kimi, Ə-ni I kimi iki fərq. Gözləyir, yenə L-nı oxumuşuq D kimi, Ə-ni oxumuşuq Ü kimi iki fərq. Bir də yox, buradakı I-ni də Ü kimi oxumuşuq. Üç fərq. Yenə L-nı D kimi, Ə-ni I kimi iki fərq. Oynayırda A-nı U kimi, bir də burada I-nı U kimi oxumuşuq, yenə iki fərq. Ümumiyyətlə fərqlərə fikir verək, diqqətli olaq. Ir, ir, ur, ür indiki zaman şəkilçisi olmaqla yanaşı, burada qrammatikdir. Feildən feil düzəldən leksik şəkilçi ola bilər. Bu hansı sözlərdir? Keçir, köçür, bişir, bitir, artır, uçur, ötür, batır, daşır, düşür, qaçır və s. sözlərdə biz bu haqda keçən videomuzda danışmışıq. Ondan daha danışmırıq. Amma edilmiş lisə hissəciklərini keçəndə mən o sözlərlə yenə qayıdacağam. Çünki o sözlər bizə lazım olacaq orada. Müqayisələr aparacağıq biz o sözlər üzərində. İndiki zamandan bu qədər. Gələcək zaman isə hərəkətin gələcəkdə baş verdiyini bildirir. Baxın, baş vermədiyini də bildirə bilər. Əgər inkarlıq varsa, bütün bunlar hamısı, yəni hərəkətin baş verdiyini də bildirə bilər, vermədiyini də. Əgər vermirsə, deməli inkardır. Gələcək zaman iki qrupa bölünür. Qəti, bir də qeyri-qəti. Qəti gələcəyin şəkilçisi acaq, əcək və sonu saitlə bitən feillərə yacaq, yəcək şəkilçisi artırmaqla düzəlir. Qeyri-qəti gələcək isə arər və yar, yər şəkilçisi artırmaqla. Qəti, yəni hadisəni biz 100%, məsələn, gedəcəyəm, bu 100%-dir. Amma gedərəm 50-50-yə, yəni getməyə də bilərəm. Bu dəqiq olan bir şey deyil, adından da göründüyü kimi qeyri-qətidir. Bunları da biz əgər şəxslər üzrə dəyişsək, baxın, mən gedəcəyəm, biz gedəcəyik, sən gedəcəksən, siz gedəcəksiniz, o gedəcək də deyə bilərəm, o gedəcəkdir də deyə bilərəm. Yəni şəxs xəbərli şəkilçisini üçüncü şəxsin təkində verə də bilərəm, verməyə də bilərəm. Onlar gedəcəkdirlər. Qeyri-qəti gələcək zamanda isə mən gedərəm, biz gedərik, sən gedərsən, siz gedərsiniz, o gedər. Baxın, dır, şəxs xəbərli şəkilçisinə ehtiyac yoxdur üçüncü şəxsin təkində. O gedər. Dir demirəm. O gedərdi deyə bilərəm, o ididir, o ayrı bir şeydir. Onu bura qatmayaq, qarışdırmayaq. Onlar gedərlər. Bu şəkildə. Sonra
Bunlar qeyri-qəti gələcək zaman inkarda deməli mamə deyil, əslində vurğu qəbul edir. Məsələn, getmərəm. Biz bundan inkar fe'llərdən danışanda danışdıq. Getmərəm. Mamə burada vurğu qəbul edən mamənin əsi deyil. Get sözün köküdür. M inkarın maməsidir. Orada düşüb. Çünki şəkilçidə də ər var. Var, yəni bu qeyri-qəti gələcək zaman şəkilçisidir. Əm isə şəxs xəbərli şəkilçisidir. Yəni vurğunu qəbul edən həmin bu əyin üzərindəki vurğu bu qeyri-qəti gələcək zamanın şəkilçisidir. M'dəki deyil, diqqətli olaq. Və rızıya keçə bilir. Nə zaman? Birinci şəxsdə yox, ikinci və üçüncü şəxslərdə. Əgər biz onu inkarda veririksə, sən getmərsən, yox, getməzsən. Siz getmərsiniz, yox, getməzsiniz. O getməz təbii ki olmalıdır. Onlar getməzlər. Bəzən şeir misralarında sözlər şeirin qafiyəsinə, hecasına uyğun olaraq müəyyənləşir. Məsələn, istəyərəmə istərəm, söyləyərəmə söylərəm kimi rast gələ bilərik. Bu da şeirlərimizdə mümkündür. Sonra mən orada nədən danışmadım? Deməli, mış-miş, nəqli keçmiş zamanla bu nəqli keçmiş zaman şəkilçisi ola bilər. Bir də fe'l sifət şəkilçisi ola bilər. Nəqli keçmiş. Baxın, nəqli keçmiş zaman şəkilçisi olanda nə etmiş, nə olmuş sualına cavab verəcək. Nə etmişdir, nə olmuşdur. Yəni bu şəkildə. İnşa yazılmışdır. Nə etmişdir? Yazılmışdır. Bu təsriflənən fe'ldir. Şəxsi kəmiyyətə görə dəyişib. Fe'lin sualına cavab verir. İnşa yazılmışdır. Nə etmişdir? Nə olmuşdur sualına da cavab verə bilər. Başqa bir nümunədə. Məsələn, oğlu universitetə qəbul olmuşdur. Nə olmuşdur? Yəni bu şəkildə. Amma biz bunu fe'l sifət şəkilçisi olaraq versək. Fe'li sifət. Hansı sualına cavab verəcək? Yəni sifətin sualına cavab verəcək. Yazılmış inşa. Hansı inşa? Yazılmış inşa. Baxın, fe'li sifətin 50% fe'ldə, 50% sifət. Yəni fe'llə yanaşı sifətin də xüsusiyyətlərini daşıyır. Sifət kimi hansı sualına cavab verir və özündən sonra adətən ismi gətirir. Yazılmış inşa, hansı inşa? Bu olacaq fe'li sifət şəkilçisi. Bir də ıb-ibdən danışarkən qeyd edək ki, ıb-ib həm nəqli keçmiş zaman şəkilçisidir, həm də fe'li bağlama şəkilçisidir. Onu da burada qeyd edək. Baxın, əgər bu nəqli keçmiş zaman şəkilçisi olarsa, nəqli keçmiş zaman nə edib, nə olub sualına cavab verəcək. Və adətən cümlə bununla bitir. Ola bilər bitməsin. Yəni 2 cümlə gələr sözündən sonra başqa bir cümlə də gələ bilər. Bu olsun məsələn tabesi mürəkkəb cümlənin bir tərəfi. Amma yəni müstəqil olaraq bu cümləni ayrıca götürmək olar. Dərsdən qayıdıb. Məsələn, uşaq dərsdən qayıdıb. Gəlin sual verək. Nə edib? Nə edib?
Sual işarəsi biraz yerini dəyişmiş oldu burada. Yəni bu şəkildə. Nə edib? Dərsdən qayıdıb. Amma biz bunu 2 dəqiqə burada biraz nə edib? Dərsdən qayıdıb. Baxın, dır deyir, durdur, şəxs xəbəri şəkilsində artıra bilərik biz bunun sonuna. Lap dəqiqləşdirmək istəyiriksə. Bu oldu nəqli keçmiş zaman. Bundan sonra başqa bir cümlə də gətirə bilərəm təbii ki. Uşaq dərsdən qayıdıb, məsələn, vergül qoyaram, birazdan hazırlığa gedəcək. Yəni o cümləni verə də bilərəm, verməyə də bilərəm. Əsas odur ki, cümlə burada bitdi. Uşaq dərsdən qayıdıb. Nə edib? Dərsdən qayıdıb. Baxın, nə edib, nə olub sualına cavab veririk. Amma fe'li bağlama şəkilçisi olarsa, müxtəlif məzmun bildirəcək. Və ondan sonra başqa bir fe'l gələcək, təsriflənən fe'l gələcək. Bu ola bilər tərz bildirsin, zaman bildirsin, yoxsa səbəb bildirsin. Məsələn, birincidə tərz bildirsin. Uşaq divara söykənib dayandı. Söykənib dayandı. Baxın, necə, nə cür suala cavab verir. Necə dayandı? Nə cür dayandı? Divara söykənib. Bu tərs bildirir. Özünə sonra dayandı fe'li gəlir. Yəni dayanmağın necə olduğunu bildirir də. Bu müxtəlif cür dayana bilər. Amma divara söykənib dayandı. Artıq tərs bildirir. Hərəkətin tərsini bildirir. Bu fe'li bağlamadır. Hansı ki, zərfə oxşur. Zərfdə tərz, zaman, səbəb və s. xüsusiyyətlər daşıya bilər. Sonra zaman bildirə bilər. Gəlin yazaq zaman. Tapşırıqlarımı yazıb yatdım. Nə zaman? Bunların altına düz xətt çəkirəm, amma sintaktik təhlil işarəsi deyil. Bu sadəcə sözü göstərmək üçündür. Sintaktik təhlil baxımından bunlar zərfli hesab olunur. İşarəsi də təbii ki, dalğa düz xəttdir. Bunu hər ehtimala qarşı dedim ki, yanlış anlaşılmasın. Tapşırıqlarımı yazıb yatdım. Nə zaman yatdım? Baxın, bu zaman bildirdi, oldu. Fe'li bağlama. Görürsüz, sözündən sonra bir dənə də fe'l gətirmişik, yəni təsriflənən fe'l gətirmişik. Yatdım sözü gəlib. Üçüncüsü isə səbəb bildirə bilir. Səbəb bildirən nümunələr çox deyil. Qorxu bağlamaq, küsüb getmək, inciyib getmək və s. Uşaq qorxu bağladı. Ağladı. Nə üçün ağladı? Qorxu bağladı. Yəni qorxduğu üçün ağladı. Nə üçün ağladı? Qorxu bağladı. Qorxmasa ağlamayacaqdı. Ağlamağında bir səbəb var. Görürsüz, sözdən sonra bir dənə də fe'l gətirmişik. Bax, bu üç mənada olacaq fe'li bağlama. İndi isə danışaq nədən? Təsriflənən fe'llər. Fe'llər şəxsi və kəmiyyətə görə dəyişmə baxımından iki qrupa bölünür. Təsriflənən fe'llər, təsriflənməyən fe'llər. Təsriflənən fe'llər şəxsi və kəmiyyətə görə dəyişə bilir. Bunlara fe'lin şəkilləri aiddir. Təsriflənməyən fe'llər isə şəxsi kəmiyyətə görə dəyişə bilmir.
Bunlara aiddir məstər feil, sifət feili bağlama. O digər bir mövzumuzdur. Onu burada danışmırıq. Təsriflənən feillərdən danışırıq hazırda. Təsriflənən feillər qeyd etdik ki, şəxs əhəmiyyətə görə dəyişə bilir. Bunlar feilin şəkilləri aiddir. Feilin 6 şəkli var. Əmr, 2 xəbər, lazım, vacib, arzu, şərt. Gəlin danışaq bunlardan. Deməli, əmr şəkli əmr, xahiş, məsləhət, nəsihət kimi mənalar daşıyır. Xüsusi şəkilçisi yoxdur. Şəxs şəkilçilərinin köməyi ilə düzəlir və bunların tərkibində gələcək zaman məzmunu var. Baxın, Dimbriq gələcək zamandadır. Tamamilə ayrı bir şeydir bu. Zaman xəbər şəklində olacaq. Bunu deyəcəyik. Sadəcə tərkibində belə deyək də, gələcək zaman məzmunu var. Bu nədir deyəcəm. Baxın, birinci şəxsin tək üzrə olacaq ümumi. Məsələn, mən yazım. Qoy mən yazım. Burada ədədlərdən də istifadə edə bilərik. Qoy sözündən, gəlin sözündən, gəl sözündən kömək eləmək üçün. Yəni rahat əlimizə düşsün deyə belə deyək. Qoy mən yazım. Sonra biz yazaq. İkinci şəxsin təkində sən yaz. Baxın, şəkilçi yoxdur. Sonra ikinci şəxsin cəmində siz yazın. Üçüncü şəxsin təkində o yazsın. Sın, sin, son, sün. Və üçüncü şəxsin cəmində onlar yazsınlar. Sın, sin, son, sün üzərinə lar, lər şəkilçisi artırmışıq. Baxın, lar, lər. Biz deyirik ki, mən yazım. Hələ yazmamışam axı. Gələcəkdə yazacağam. Biz yazaq. Hələ yazmamışıq axı. Yox da sən yaz. Hələ birazdan yazacaqsan. Yazmağa başlamamısan hələ. Yəni burada olmayıb, hərəkət icra olmayıb. Baxın, bu mənalarda gələcək zaman anlayışı var. Sonra əmr şəklindən danışarkən qeyd etdik ki, əmr, xahiş, məsləhət, nəsihət bildirə bilər. Məsələn, xahiş edə bilərəm. Zəhmət olmasa qələmi mənə verin. Bu xahişdir. Məsləhət də bildirə bilər. Hansı cümlədə? Gəlin əvvəlcə riyaziyyatı həll edək. Sonra nəsihət, yəni böyüklərin bizə verdiyi bir nəsihət. Böyüyün sözünə qulaq asın. Bunu əmr olaraq, yəni nəsihət olaraq qeyd ediblər bizə. Düzdürmü? Bu şəkildə. Əmr şəklindən bu qədər. Mən əmr şəklinə yenə toxunacağam. Arzu şəklindən danışarkən orada. Xəbər şəklinə aid oldu feilin zamanları. Bayaq zamanlardan danışdığımız üçün daha mən onlardan danışmayacağam. Yəni indiki, keçmiş, gələcək zamanlara aiddir. Lazım şəklinin şəkilçisi ası, əsi və yası, yəsidir. Bu da mən danışasıyam, biz danışasıyıq, sən danışasısan, siz danışasısınız, o danışasıdır, onlar danışasıdırlar. İnkarda ma-məni istəmir, deyil sözündən istifadə edirik. Ma-məni istəmir, deyil istəyir. Məsələn, danışmayasıyam, yox, danışası deyiləm. Baxın, bu şəkildə. Vacib şəkli hərəkətin icra olunmasının və yaxud da olunmamasının vacibliyini bildirir. Yəni, olunmaması deyərkən burada inkarlı nəzərdə tuturuq. Şəkilçisi malı-məlidir. Mən getməliyəm, biz getməliyik, sən getməlisən, siz getməlisiniz, o getməlidir, onlar getməlidirlər. İnkarında həm ma-mədən istifadə edə bilərik, həm də deyil sözündən istifadə edə bilərik. Hər ikisinə razılıq verilib bizdə.
Mən getməməliyəm, mən getməli deyiləm. Hər ikisi olar. Sonra arzu şəkli hərəkətin icrasını, olmasını və yaxud olmamasını arzu şəklində bildirir. Şəkilçisi A-ə və sonu saitlə bitən feillərdə ya-ya şəkilçisindən istifadə olunur. Qarşısına kaş, gərək arzulatlarını artırmaq mümkündür. Mən danışam, yəni kaş mən danışam, kaş biz danışaq. Kaş sən danışasan, kaş siz danışasınız. Kaş o danışa, kaş onlar danışalar. Bu şəkildə. Sonra inkarda isə müəmməyə şəkilçisindən istifadə edirik. Şərt şəklinin şəkilçisi sasədir. Şərt şəkli müstəqil cümlənin xəbəri ola bilmir. Özündən sonra birdən də cümlə gətirir. Əgər hərgah bağlayıcılar ilə işlənə bilər. Əgər gəlsə, mənə xəbər et. Baxın, cümləni belə bitirə bilmirik. Əgər gəlsə, davamı gəlməlidir. Əgər gəlsə, mənə xəbər et. Yəni, belə deyək də, müstəqil cümlənin xəbəri ola bilmir, özündən sonra birdən də cümlə gəlməlidir. Bu olacaq nə? Tabeli, mürəkkəb cümlənin aslı tərəfi, yəni budaq cümləsi. İndi əlavə məsələlərdən danışaq, hansı ki, muş-miş şəkilçisini biz həm nəqli keçmiş zaman, həm də fe'li sifət şəkilçisi olaraq, amonim olaraq bayaq qeyd etdik. Bu şəkilçinin digərləri də var, hansı ki, malı-məli şəkilçisidir. Vacib ola bilir. Vacib şəkli. Bir də ola bilir fe'li sifət. Necə fərqləndirir? Baxaq. Bu sözü sənə deməliyəm. Fe'li sifətdə isə olacaq deməli söz. Baxaq. Bu sözü sənə deməliyəm, nə etməliyəm? Görürsüz, nə etməliyəm, nə olmalı? Nə etməli, nə olmalı sualına cavab verir. Vacib şəkli, özündən sonra şəxs xəbərli şəkilçisi gəlir. Fe'li sifətdə isə sifətin sualına cavab verir, deməli söz. Necə söz, nə cür söz, hansı söz? Və özündən sonra isim gəlir. Digərlərdə bu şəkildə A səsi lazım şəklində də biz bu halı görürük. A-sı, ə-si. Bu ola bilir lazım şəkli. Və ola bilir fe'li sifət. Sabah Bakıya gedəsiyəm. Fe'li sifət isə deyəcəm, gediləsi yol. Baxaq, lazım şəkli, nə edəsiyəm, baxın, gedəsiyəm. Nə edəsi, nə olası sualına cavab verir. Özündən sonra şəxs xəbəri şəkilçisi gəlir və adətən cümlənin xəbəri olmur. Yəni, cümlə ondan tamamlanır. Fe'li sifətdə isə biz necə hansısa
Sifətin sualını görürük. Gediləsi yol hansı yol? Özündən sonra isim gəlir. Acaq əcək şəkilsində də biz bunları görürük. Bu ola bilir gələcək zaman, yəni qəti gələcək zaman. Fe'li sifət. Bu haqda sabah danışılacaq. Danışılacaq. Bir də var deyək ki, danışılacaq məsələ çoxdur. Çoxdur. Bu barədə sabah danışılacaq, nə edəcək, nə olacaq, nə edəcək sonra cavab fe'li gələcək zamanda. Fe'li sifət isə danışılacaq məsələ çoxdur. Necə məsələ çoxdur, nə cür, hansı? Baxın, sifətin sonuna cavab verir və özündən sonra isim gəlir. Bu şəkildə eyni zamanda bu ikisində qrammatikdir. Üçüncüdə ola bilər leksik olsun, fe'ldən isim düzəldə bilir. Dayanacaq sözündə, avtobus dayanacağı. Sonra yanacaq sözündə nə sualına cavab verir. Yanacaq bitib, nə bitib. Sonra gələcək sözü. Gələcək sizin əlinizdədir, gənclər. Gələcək nə? Bax belə. Məsələn, mən qeyd etmədim. Keçmiş sözü də özü isim olaraq qeyd oluna bilər. Keçmiş bu isim kimi də işlənə bilir. Belə. Sonra danışaq nədən? Arzu şəklində və əmr şəklində birinci şəxsin cəmin şəkilçisi agək eynidir. Görünüş etibarilə formaca. Yazaq. Agək. Məsələn, gedək sözünü yazaq. Bizə 2 dənə belə bir söz verilib, gedək. Birinci şəxsin cəmində agək görürük biz. Biz bilmirik ki, bu əmr şəklidir, yoxsa arzu şəklidir. Necə fərqləndirək? Bu şəkildə fərqləndirmək mümkün deyil. Bizə hər hansı bir ipucu verməlidir. Ya qarşısındakı ədatı verməlidir, ya da sözü kök şəkilçiyə ayırmalıdır. Artıq mən başa düşəcəm ki, şəkilçi qrammatik şəkilçinin sayından 1 yoxsa 2 olmasından başa düşəcəm ki, o hansı şəkildədir. Yəni, demək istəyirəm ki, qarşısında söz verməlidir, ədatlar verməlidir. Əmr şəklidirsə, deməli, gəl sözü ola bilər, qoy sözü ola bilər, gəlin sözü ola bilər. Gəlin gedək. Qoy gedək. Yazaq bura, qoy. Sonra mötərizə digərlərini də yazaq. Ən yaxşısı silim. Qoy. Sonra gəl, gəlin. Baxın, bunları verdik. Bu tərəfdə isə arzu şəklində vermək istəyiriksə, bura yazaq əmr.
Bu tərəfdə isə arzu şəklini vermək istəyirsəm, arzu ədədlərindən istifadə etməliyəm. Kaş, gərək, barı, yəni daha çox kaş gərəkdən sözlərindən istifadə edirik. Və bu da olacaq arzu şəkli. Yox əgər bizə ədədləri vermirsə, sözü kök şəkilçiyə ayırmalıdır. Əmr şəklində kök, agək bütöv şəkilçidir. Bir qrammatik şəkilçi var burada. Arzu şəklində isə kök. A-ə arzu şəklinin şəkilçisidir. Q və yaxud da K isə şəxs xəbərliyin şəkilçisidir. Yəni burada agək şəkilçisi ayrılır. A-əyə bir də Q-K-yə 2 qrammatik şəkilçi olaraq. Yəni bizə ya ədədləri verməlidir, ya da sözün kök şəkilçiyə ayrılmış formasını verməlidir. Biz bilməliyik ki, bir qrammatik şəkilçi varsa əmr şəklidir, 2 qrammatik şəkilçi varsa arzu şəklidir. Yoxsa hər ikisini gizlədib bizə deyə bilməz ki, bu hansı şəkildədir. Belə. Sonra danışaq nədən? İdimiş isə hissəciklərindən. İdimiş isə hissəciklərindən idi hissəciyini danışaq. Sonra imiş, sonra isidən danışarıq. Əslində bunlar hamısı aşağı-yuxarı eyni belə deyək də qaydaya tabe olur. Birini bilsə digərlərini də bilər. Sadəcə hərəsində xırda fərqləri var, cüzi, yəni fərqləri var. İdi hissəciyi qoşula bilir əsas nitq hissələrinin hamısına. İsmə, sifətə, saya, gəlin yazaq. İsmə, sifətə, saya, əvəzliyə, bəzən zərfə də qoşula bilir. Bəli, mümkündür. Məsələn, müəllim idim. Gələn müəllim idi. Qısa yazacağam cümlələri. Çox uzun-uzadı yazmayacağam. Daha çox feilə qoşulmuş halla danışacağam. Qız gözəl idi, məsələn. Sifətə qoşulmuş oldu. Digər nitq hissələrinə qoşulanda, əsas nitq hissələrinə, yəni feildən başqa sözdən ayrı yazılır. Saya qoşularkən qiymətim 5 idi. Əvəzliyə qoşula bilər. Gələn o idi. Mən idim. Yəni orada mı bitişik olacaq sözə. Gec idi, tez idi zərfədə qoşulanda bu şəkildə. Bu belə. Feili qoşularkən feilin təbii ki, kökünə və başlanğıc formasına yox, feil şəkillərindən sonra qoşulur. Məsələn, yazası idi, yazırdı və s. Hə, burada indi məsələ nədir? Bunu mən yazırdı formasında yazdım. Bu gəldi oxşadı nəyə? D-di, du-du, şihudi keçmiş zamana. İndi biz onları fərqləndirməliyik ki, biz nə zaman bilək ki, bu d-di, du-du, şihudi keçmiş zamandır, nə zaman bilək ki, idi hissəciyinin qısalmış forması d-di, du-dudur. İndi gəlin yazaq. Biz 2 sxem çəkək, bura yazaq. D-di, du-du, şihudi keçmiş zaman. Bu tərəfə də yazaq, sağ tərəfə idi hissəciyi. İdi hissəciyi. İndi baxaq. Baxın,
Keçmiş zaman ya fiilin kökünə artırılır. Kökə. Ya da kök və başlanğıc formanın üzərinə. Yəni başlanğıc forma deyəndə biz feilin növlərini yadımızda saxlayaq qısaca. Məlum, məchul, qayıdış, qarşılıq birgəlik, icbar, şəxsi. Çünki başlanğıc forma, yəni leksik şəkilçi deməli, leksik şəkilçi isə feildə həmin bu şəkilçilər üzərində qurulub. Kök və başlanğıc forma yazmayacağam. Yazacağam bura məna növləri. Baxın, bunun üzərinə artırılır. Məsələn, danış kökdür. Onun üzərinə d artırıram, danışdı. Bu şöyle keçmiş zamandır. Sonra məchul növdə deyə bilərəm. Yazıldı. Qarşılıq birgəlik növdə yazışdı. Yəni ış qarşılıq birgəlik növ, d isə şöyle keçmiş zamanda. Sonra yazdırdı icbar. Yəni dır icbardır burada, d şöyle keçmiş zamandır. Bu icbar oldu. Qayıdış növdə deyə bilərəm. Göründü. Hansı növümüz qaldı? Şəxssiz. Məsələn, baxıldı. Bu şəkildə. İdi hissəciyində isə bu qoşulur. Nəyə? Şəkillərin üzərinə artırılır. Şəkillərin üzərinə. Şəkillərin üzərinə artırılır. Yəni təsriflənən formalardan söhbət gedir. Qeyd etdik ki, feilin 6 şəkli var. Gəlin danışaq. Yazaq orada. Əmr şəklində görək necə olur. Məsələn, mən yazım. İdi. Bu belə bir birləşmə var. Xeyr. Mən yazım idi. Deməli, əmr şəklinə artırıla bilmir. Keçək xəbər şəklinə. Şudi keçmiş zamandan danışaq. Mən yazdım idi. Şühudi. Mən yazdım idi. Yəni, bu da anormal çıxır. Belə bir cümləmiz yoxdur. Sonra nəqli keçmiş zamana. Mən yazmışdım. Mən yazmayacağım heç. Buraya yazaq nəqli. Yazmışdım. Yaz sözün kökü mış nəqli keçmiş zaman, d idi hissəci, m isə şəxs sonluğudur. Baxın, bir feildə iki zaman yanaşı gələ bilməz. Biz mışa nəqli keçmiş zaman, d-yə isə şudi keçmiş zaman deyə bilmərik. Birinci gələn zamandır, ikincisi isə hissəci. Nəqli keçmiş zaman artırmaq oldu. Sonra yazıbdı olar, yazıb idi, yəni yazıbdı. Bəli, bu da olar. İndiki zamanla artıraq görək. Yazırdım. Baxın, mən birinci şəxsin təkindən danışıram. Mən fərq yoxdur hansı şəxsin təki, cəmi, onun heç bir. Sadəcə ağlıma elə bu gəldi, bunu yazdım. Yazırdım. Yenə yaz sözün kökü ır indiki zaman, şöyle keçmiş zaman xeyr. D idi hissəciyi, m şəxs xəbərli şəkilçisidir. Yenə deyirəm, ır indiki zaman, d şöyle keçmiş zaman ola bilməz. İki zaman bir sözdə yanaşı işlənə bilməz. Sanki bu nə deməkdir? Bir ayaqqabı geymiş, üstündən də birini geymək istəyirik.
Halbuki bu mümkün deyil də. Yəni o ayaqqabını çıxarıb ikincisini geymək lazımdır. Bu şəkildə. Zamanlarla bitdi. Yəni xəbər şəklindən bitdi işimiz. Xeyr, bitməyib hələ. Gələcək zamanımız var burada. Yazacaqdım. Qəti gələcəkdən danışaq. Yazacaqdım. Yenə yaz sözün kökü acaq gələcək zaman d idi hissəciyi. M şəxs xəbərli. Bu qətidir. Qeyri-qəti də yazardım. Sonra lazım şəklindən danışaq. Yazası idim. Bunu yazasıydım. Y bitişdiricindən istifadə edərək də yaza bilərik. Yəni hər ikisinə icazə var. Yazasıydım da olar, yazasıydım. Mən bu şəkildə yazdım. Baxın, yaz sözün kökü asa lazım şəkli, idi hissəci, yenə şəxs xəbəri şəkilsi. Burada əslində bizim problemimiz çıxmır. Yəni asa əslinin lazım şəkil olduğunu bilirik, idinin də hissəci olduğunu bilirik. Ümumiyyətlə iki şəkil işlənməz, iki hissəcik işlənə bilər. Əslində ididən sonra isə gələ bilər, imişdən sonra isə gələ bilər. Bu vaxtda danışacağam. Baxın, iki zaman işlənməz, iki şəkil işlənməz. Məsələn, yaz ası, asıya lazım deyib, məsələn, bunu mən D kimi yazsam, yazasıydı. Şuri keçmiş zaman demək olmaz ona. Yəni lazım şəkili bir şəkildir. Şuri keçmiş zamanda o da bir şəkildir. Yəni xəbər şəkildir. İki şəkil yanaşı işlənməz. İki zaman işlənməz, iki şəkil işlənməz. Diqqətli olaq. Vacib şəklində yazmalı. Bunu belə yazaq bu dəfə. Yazmalıydım. Yaz sözün kökü malı vacib, y bitişdiricidir. D idi. M isə şəxs sonluğu. Qaldı orada arzu şəklimiz. Yazaydım. Hər ikisi olar. Baxın, yaza idim də olar, yazaydım da olar. Mən qarışıq yazıram ki, yəni görünsün ki, hər ikisindən istifadə edə bilirik. İcazə var. Yazaydım yenə və şərtdə yazsaydım. Baxın, gördüyümüz kimi idi hissəciyi nəyə qoşuldu? Şəkillərin üzərinə. Əmr və şuur keçmiş zaman artırıla bilmir, digər şəkillərə artırıla bilir. Amma şuur keçmiş zaman nəyə qoşuldu? Feilin kökünü və başlanğıc formasına, yəni feilin məna növlərindən sonra gələ bilir. Əgər hər hansı bir məna növ olmasa, ən azı o məlum olacaq. Yəni digər məna növlərinə aid olmasa, yenə də məlum hesab olunacaq. Çünki məlumun xüsusi şəkilsi yoxdur. Belə idi hissəciyi şəxs xəbər şəkilsini özündən sonra gətirir. Baxın, m-lar burada şəxs sonluğu özündən sonra gəlmiş olub. Belə imişdə də həmin prosesi biz görürük. Mış-mişlə imişdə müqayisədəndə həmin prosesi görürük. Sa-sə ilə isənin müqayisədəndə də həmin prosesi görürük. Yəni sa-sə şərt şəkli isə hissəci ilə həmin prosesi görmüş oluruq. Bunu mən silim. Nədən danışım sizə? İmiş hissəciyi də yenə qoşula bilir eyni ilə. Yəni idə nə qeyd eləmişiksə, hamısı imişə də aiddir. Əsas nitq hissələrinə, ismə, sifətə, saya, vəzliyə, zərfə və feilə. Eyni bu şəkildədir. Şəxs sonluğunda isə biz qeyd etdik ki, məsələn, ididə necə qeyd etdik biz? Yazırdım. Yaz sözün kökü ır indiki zaman, d idi hissəciyi, m isə şəxs sonluğu. Yəni şəxs sonluğu ididən sonra gəlir. İmişdə isə imiş hissəciyində şəxs sonluğu həm əvvəl gələ bilər, həm sonra.
yazırammış, yazırmışam, yazır, yazırammış. Baxın, imişdən öncə şəxs xəbərli şəkilsi gəlib, şəxs sonluğu gəlib. Yazırmışam. Mışdan sonra, yəni imişdən sonra gəlib. Bu şəxs sonluğu. Bu şəkildə. Sonra imiş hissəciyi də şudi keçmiş zamana və xəbər şəklinə, daha doğrusu əmr şəklinə artırıla bilmir. İsə hissəcinə də eyni proses gedir. Sadəcə isə hissəciyi artırıla bilmir nəyə? Artırıla bilmir deməli əmr şəklinə, arzuya, bir də şərtə. Şudi keçmiş zamanı artırıla bilir, baxın bu. Məsələn, yazdısa, yazdı isə, yəni bunu bütöv yox, ayrı-ayrı yox, bütöv oxuyaq ki, daha yaxşı səliqəli çıxsın. Yazdı isə yox, yazdısa. Bu doğrudur. Yəni şudi keçmiş zamanı artırıla bildi. Əmri artırıla bilmir. Məsələn, o yazsın. Buna isə verə bilmirsən. Nə bilim, yazsınsa, yəni bunu da verə bilmirsən də, bu belə mümkün deyil. Olmur. Arzu şəklində də olmur. O yaza isə, yəni bu mümkün deyil. O yazsa isə, bu da mümkün deyil. Şərt şəklində. Bunlar mümkün deyil belə. Bir də isə hissəciyinin maraqlı bir xüsusiyyəti var. Qeyd etdik ki, isə hissəciyi özünə qabaq idi imişi gətirə bilir. Məsələn, bilirdisə. Məsələn, bilirdisə, mənə nəyə deməyib? Bilirdisə. Bilmək sözün kökü feil. İndiki zaman. Di idi hissəciyi. Sə isə hissəciyi. Baxın, bu mümkündür. Və yaxud da imiş də gətirə bilir. Bilirmişsə. İstəyirmişsə. İstəyirmişsə. İstəmək sözün kökü istəyir. İndiki zaman. Miş, imiş, sə, isə. Yəni, isə özündən qabaq idini və imişi gətirə bilir. Bu da ona özəl bir xüsusiyyətdir. Bu mövzular haqqında bu qədər. Videolarımızın davamı olacaq, mövzularımızın davamı olacaq, çünki feil geniş mövzudur. Biz növbəti videoda feillər haqqında müəyyən bir qeydlər var. Onları izah edib paylaşacağıq. Videolarımız sizin üçün faydalıdırsa bəyənib paylaşmaq unutmayın. Sağ olun, salamat qalın.